Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Əcəb, ən kiçik ortaq bölünə. Deməli, vurğuları ayrılanda olacaq 2'nin kubu, 3 vur 7. Bu da olacaq 2 vur 3'ün kvadratı vur 5. Əcəbi istəyir tapaq. Əcəbi tapanda uşaqlar, birinci, yəni bir də bunu vurğulara ayırıb, bir də bunun cavabını tapıb, B'nin cavabını tapmağa ehtiyac yox. Necə tapıram? 2'nin kubu 2. En çox hansıdır? 2'nin kubu. Vur. 3, 3'ün kvadratı. En çox hansıdır? 3'ün kvadratı. Sonra 5 və 7. Verilən vurğulardan en çoxlarını seçirəm ortaqlardan. Bir də yerdə qalan digər vurğuları yazırım. 3'ün kubu 8. 8'i vururam 9'a. Eləyir 72. Vururam 5'e. Eləyir 360. 360'ı da vurup 7'ye. 0, 2, 4 yadda 21, 20. 2520. İkinciye baxaq. 2 vur 3'ün kubu vur 7. Digərində 2'nin kvadratı vur 5 vur 7. Əcəb istəyir. 2'dən 1 dənədir, 2 dənədir. 2'nin kvadratı vur. 3'dən uşaqlar ortaq yoxdur. Elə 3'ün kubunu özün götürürəm. 7'dən bir dənədir. Elə 7, bir də 5. Hansı vurğular ortaqdır? Onlardan ən böyüyünü götürürəm. Bir də yerdə qalan digər vurğuların hamısı. Bu misalı həll edirsiniz. 2'nin kvadratı 4, 4'ü vururam 9, 36. 36'ın da 35'e vurup cevabı tapıram. Burada da 2'nin kubu 2'nin kvadratı. 2'nin kubu vur. 3'ün kvadratı 3'ün kubu. 3'ün kubu vur. 5'in kvadratı. Cevabı tapıram. Burada olacaq 2'nin kvadratı 2'nin kubu. 2'nin kubu vur. 3 üstü 4 vur. 5 üstü 2. Həll edib uşaqlar. Rahatlıqla cevabını tapa bilərsiniz. Digərinə baxaq. Burada deməli 2'nin bir dəqiqə uşaqlar. Lüfədə yazdım daha iyi olsun. 5'inci. Deməli 2'nin kvadratı 3'ün kvadratı və 7. Digər tərəfdə 2, 3'ün kubu və 5. İndi əcəbi tapsam nə edəcəm? 2'nin kvadratı 2 olacaq 2'nin kvadratı. 3'ün kvadratı 3'ün kubu. 3'ün kubu 5 və 7. Vurup cevabı tapıram. 6. Birincidə 2 üstü 4 vur 11. İkincidə 2 vur 3'ün kvadratı vur 5. Əcəb 2 üstü 4 vur 3'ün kvadratı vur 5 vur 11. 7-ci misalı tam sərbəst şəkildə artıq özünüz yaza bilərsiniz. Tapşırığa baxaq. Verilmiş ədədləri sayda vurğulara ayırmaqla onların əcəbini tapın. Gəlin ayıraq. 14'ü vurğularını ayırıram. 7, 2, 2, 1. 36'ını vurğularını ayırıram. 2, 18, 2, 9, 3, 3, 3, 1. Deməli, əcəbin tapılmasının vurğularla qaydası necədir? Birinci belə tapa bilərəm uşaqlar. Əcəb 14, 36 bərabərdir. Ortaqları dairə eləyirəm. Başqa heç bir ortaq yoxdur. Böyük ədədi vururam kiçikdə ortaq olmayan. Yəni 7. Cavab 252. Birinci yol, ikinci yol. Deməli, hansı vurğuları görürəm? 2 var, 3 var və 7 var. 2'dən ən çox neçə dənədir? Burada bir dənədir, burada 2 dənədir. Ən çoxu götürürəm. 3'dən 2 dənədir, 7'dən də bir dənədir. İkisi də uşaqlar eyni cavab alınacaq. Burada 4, burada 9. 4 vur 9 vur 7. Cavab 252. 15 ilə 18. Bunu birbaşa da eləyə bilərik. Uşaqlar yadınızda səbəbdə də eyni vaxtda eləməyə keçmişdim. 15 ilə 18 ikisi 3'ə bölünür. 15'i 3'ə bölürəm 5, 18'i 3'ə bölürəm 6. Ortaq yoxdur.
5'i 5'ə bölürəm 1, 6'nı 3'ə bölürəm 2, 2'ni 2'yə bölürəm 1. Əbob istəsə 3, əçob istəsə bütün vurguların hasili. 3 vur, 5 vur, 3 vur, 2. Cavab 90. Məncə eyni anda vurguları ayırmaq daha rahatdır. Ki burada həm ikili, həm üçlü, həm dörtlü necə rəqəm verilirsə rahatlıqla tapa bilərsiniz. Gəlin 24 ilə 36'nın vurgularını ayıraq. Hər ikisi 2'yə bölünür. 12, 18. Hər ikisi 3'ə bölünür. 4, 6. Hər ikisi 2'yə bölünür. 2, 3. Ortaq yoxdur. 2, 2'yə 1, 3, 3'ə 1. Əbob istəsə, bu üçü əbobdur. Bu ikisi C-dir, ortaq olmayan vurguların hasili. Hamısının hasili də əçobdur. 2 vur, 3 vur, 2 vur, 2 vur, 3. Yəni bir misal həll eləməklə rahatlıqla əbobu da, əçobu da C-də tapa bilirik. Onda bizdən əçob istəyirdi. 2'ni 3'ə 6, 6'nı 2'yə 12, 12'ni 2'yə 24, 24'ü də 3'ə vursaq cavabımız 72. Başqa birinə baxaq. 54 ilə 81'ə baxaq. Hər ikisi 3'ə bölünür. 18, burada da 27. Hər ikisi 3'ə bölünür. 6, 9. Hər ikisi 3'ə bölünür. 2, 3. 2, 2'yə bölünür. 1, 3, 3'ə bölünür. 1. Burada yenə məndən əçob istəsə vurguların hasili. Bu üçü əbob. Əbobu 27. C 6'dır. Deməli, əbobu da C-yə vuranda bizə nə verir uşaqlar? Əçob. Onda 27'ni də 6'ya vursam rahatlıqla əçobu tapa bilər. Çalışın eyni anda vurguları ayırmanı öyrənin uşaqlar. Burada 18 dənə misal var. 18'in hamısını yazmağa ehtiyac yoxdur. Sadəcə yolun bilin, bəsdir. Üçüncü sual. Şifahi tapın və cavabınızı əsaslandırın. Cavabımızı necə əsaslandırarıq? 54 18'ə rahatlıqla bölünür də düzdür. Demişik ki, əgər ədədin biri digərinə bölünürsə, əçob böyük ədədə bərabərdir. 88 44'ə bölünür, əçob 88. 120'yə bölünür, əçob 100. 180 45'ə bölünür, əçob 180. Yəni ədədin biri digərinə bölünürsə, əçob böyük ədədə bərabərdir. Əbob kiçik ədədə bərabərdir uşaqlar. Əçob böyük ədədə bərabərdir. Burada 60'ı 30'a bölsəm əçob 60, 48 12'yə bölünür, əçob 48, 90 45'ə bölünür, əçob 90, 280 140'a bölünür, əçob 280. Digərinə baxaq. Hesablama aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın. Burada nəyə fikir verin? Uşaqlar, heç əçob verilən ədədlərdən kiçik ədəd ola bilər. Bizim ədədimiz 300'dən böyük bir ədəd olmalıdır. Ya böyük ədədin özünə bərabər olur, ya da böyükdən böyük olur. Ona görə biz burada əçobu yadımızda saxlayırıq ki, əçob verilən ədədlərə bölünən böyük ədəd olmalıdır. Ya verilən böyük ədədin özünə bərabər olur, əgər bölünürsə. Yoxsa ondan böyük. Ona görə biz bura 18, baxan kimi deyir ki, burada 18 ola bilməz. Bəs neçədir? 36'nın vurgularını ayıraq. 2, 18, 3, 6, 3, 2, 2, 1. 300'ü bölərəm. 3'ə, 100, 5'ə, 20, 5'ə, 4, 2'yə, 2, 2'yə, 1. Ortaqlarımıza baxaq. 2 ortaqdır. 3 ortaqdır. 2 ortaqdır. Onda böyük ədədi digərində ortaq olmayana vuraq. Yəni 300'ü vuraq 3'ə, cavabımız eləsin 900. Deməli, cavab 900'dür. İkinci. Uşaqlar, əçobumuz 72 ola bilər. Xeyr, əçob ya 300 olmalıdır. 300 də 36'ya bölünmədiyi üçün. Eyni misaldır. Baxaq. Aha, əçobumuz 72 ola bilməz. Eyni misal yazıblar. Burada 300'dən böyükdür. 300 üstü. 303.
300'ə bölünür uşaqlar? Bölünmür. Deməli, əçobum ola bilməz. Bura baxın. 45-də 600-ə baxaq. Əçobumuz 90 ola bilər. Əçobum ya 600-ə ya 600-dən yuxarı bərabər olmalıdır. 600 də 45-i bölünmədiyi üçün gəlin əçobumuzu tapaq. Gəlin 45-də 600-ün vurğularını ayıraq. 5'ə 9, 3'ə 3, 3'ə 1. 600, 3'ə 2'ə 100, 5'ə 20, 5'ə 4, 2'ə 2, 2'ə 1. Ortaqlar 5 var. 3 var. Başqa ortaq yoxdur. 600 vururam 3'ə. Cevabımız 1800 deməli. Cevab olmalıdır 1800. Burada 5 ilə 6 da eyni şey ediblər uşaqlar. 180-dir. Olmaz. İkisindən də kiçikdir. 690 600-dən böyük olmasına baxmaraq 690-da 600-ə bölünmür deyə mən əçobu götürə bilmərəm. Elə bir ədəd olmalıdır ki, hər ikisinə bölünsün. Yəni şifahi də baxıb mən deyə bilərəm ki, alınmır. Sonra ədədləri ortaq sayda vurğuların hasilinə istifadə etməklə əçobunu tapın. Eyni qayda verilən ədədlərin əçobunu tapacaq uşaqlar. 72 ilə 48-in əçobunu tapaq. Hər ikisi 2-yə bölünür. 36, 24. Hər ikisi 3-ə bölünür. 12, 8. Hər ikisi 2'ye bölünür. 6, 4. Hər ikisi 2'ye bölünür. 3, 2. 3, 3'ə 1, 2, 2'ye 1. Əbob istəsə 2 vur, 3 vur, 2 vur, 2. C istəsə 3'ü 2. Əçob yerdə qalan bütün vurğuların hasili. 2'ni 3'ə 6, 6'nı 2'ye 12, 12'ni 2'ye 24, 24'ü 3'ə 72, 72'ni 2'ye vursaq 144. Əçobumuz deməli necədir? 144. Və ya ayrı-ayrı vurğularda ayıra bilərsiniz uşaqlar. Böyüyü, kiçikdə ortaq olmayanı vurub tapa bilərsiniz. Eyni cavab olacaq. 24 ilə 15'in vurğuları hər ikisi 3'ə bölünür. 8, 5. Başqa ortaq yoxdur. 5'i 5'ə bölürəm 1. 8'i 2'ye bölürəm 4, 2'ye bölürəm 2, 2'ye bölürəm 1. Əçob bütün vurğuların hasili. 5'i 2'ye vuraram 10, 3'ü 10'a vuraram 30, 30'u da 4'e vuraram 120. Başqa fərqli yenə bax bunların hamısı eynidir. Uşaqlar burada gəlin 110 ilə 12'ni mən bir fərqli yolda sizə öyrədim. Yazıram əçob 110 və 120. Hər ikisindən 10'u çıxartsam 10 vur əçob 11 və 12. 11 ilə 12'nin əçobu. Onu mörtəzə xaricinə çıxartdım. 11 ilə 12 necə ədəddir uşaqlar? Ardıcıl. Ardıcılların əçobunun hasili deyil. Tez 11'i 12'ye vuraq. 22, 11. 132. Bunun əçobu 132'dir. 132'ni də ona vursam 1320. Bu da əçobu ortaq vurğunun mörtəzə xaricinə çıxarılması yolu ilə tapılmasıdır. Baxın, altını da eyni yolla eləyə bilərəm. Yazıram əçob. Yəni müxtəlif yollarla tapa bilərsiniz. Kimə necə rahatdır onunla tapsın. Amma bu ortaq vurğu mörtəzə xaricinə çıxarmaq daha rahatdır. 13 ilə 44'ün hər ikisi 11'ə bölünür. 11'i çıxart mörtəzə xaricinə. 13'ü 11'ə bölsəm 3, 44'ü 11'ə bölsəm 4. Bərabərdir. 3 ilə 4 ardıcıl deyil, yəni qarşılıqlı saytəddir. Əçobu hasilinə bərabərdir, yəni 12. Deməli, mənim əçobum 11 vur 12. Eləyəcək 132. Digər misallarda uşaqlar hansı yollarda istəyirsinizsə rahatlıqla tapa bilərsiniz. Sonra
Bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tap. Nəyə fikir verirəm? Əçob 30-dur. Deməli, əçob böyük ədəddir. Böyük ədəddir. Və 30 aya bölünür. A-nın yerinə mən nə qoya bilərəm uşaqlar? 1 qoyaram. 30-un bölündüyü ədədlər. 2 qoyaram, 3 qoyaram, 5 qoyaram, 6 qoyaram, 15, 10 və 30. Burada cavab M-dir. Deməli, M böyük ədədim olmalıdır. M və 30-a bölünməlidir. 30-un özü 60, 90 və bu sonsuzluğa qədər davam edir. Çünki 30-un bölünənləri axtarır. Burada baxın. Əbob 42-dir. Deməli, 42 böyük, əçob 42-dir bağışlayın. Deməli, 42 böyük ədədimdir və 42 x-ə bölünür. Onda x-in yerinə nə yazaram uşaqlar? 1, 6, 7, 2, 3, 42-nin özü, 2-yə bölsəm 21 və s. İstədiyinizi, yəni bölünən, istənilən ədədi yaza bilərsiniz. Burada əçob y-dir. Deməli, y-in böyükdür. Yəni, y 42-yə bölünür. 42-nin özü 84, 42-ni 3-ə vursaq 126 və s. 5 və 6-nı sərbəst yaza bilərsiniz uşaqlar. Davam edək. 7-ci tapşırıq. A bərabərdir. A bölü 9 bərabər 7 qalıq 3. B bölü 16 bərabərdir 6 qalıq 6. Əçob A-ni istəyir. Həll edək uşaqlar. Burada bizə qalıqlı bölmədə bölünənin tapılması lazım olacaq. A-nı tapmaq üçün 9-u vuracağım 7-yə 63. Üzərinə də 3 gəlsəm 66. Deməli, A 66-dır. B 16-nı 6-ya vursam 96. Üstünə də 6 gəlsəm 102. Bu deyilir 102. İndi məndən əçob istəyir. Gəlin tapaq. 3'e bölürəm 22, 2'ye bölürəm 11, 11'e bölürəm 1. 102'ni 2'ye bölürəm 51, 3'e bölürəm 17, 17'ni 17'ye bölürəm 1. Ortaklar 3 və 2. Onda böyüyü vuraq, kiçikdə ortak olmalı. Yəni 102'ni vuraq 11. Bu deyilər 102, 102, 1122 və eyni anda da vurğuları ayırıb tapa bilərsiniz uşaqlar. İkinciyə baxaq. 12'ni 7'ye vururam 84, üstünə 6 gəlirəm, eləyir 90. 8'i 7'ye vururam 56, üstünə 6 gəlirəm, eləyir 62. 90 və 62. Əçobat. 93'ə 30, 3'ə 10, 5'ə 2, 2'yə 1. Fərqi yoxdur uşaqlar. 90'ı 2 ilə də vurğuları ayıra bilərsiniz. Heç bir fərqi yox. Sadəcə 3'ə böyük ədədə böləndə daha kiçik rəqəm alınır. Bölmə daha rahat gedir. 2'yə 31, 31 də sadədir. 31'ə 1. Ortaklar yalnız 2'dir. Onda böyük ədədim 90 deyil. 90'ı vuraram 31. Bu deyiliyə 0, 9, 2790. Bir dərsine də baxaq. A-nı tapsam 6'nı 7'ye vuram 42 üstünə düşərəm 45. B-ni tapsam 8'i 6'ya vuram 42 üstünə 2 gəlirəm 50. Gəlin bunu da eyni anda eləyək uşaqlar. Hər ikisi 5'e bölünür. 9, 10. Ortak var, xeyr. 9 3'ə 3, 3'ə 1. 10, 5'ə 2, 2'yə 1. Deməli, əçob bütün vurğuların hasili. 5'i 2'yə vururam 10, 10'u 3'ə. 30, 30'u 3'ə. 90, 90'ı da 5'ə. 400. 50. 3 misalımız kaldı. Artık onu özünüz rahat yazabilirsiniz uşaqlar. Deməli,
Verilən şərtlərə görə m və n hansı ədədlər ola bilər deyir. Gəlin baxaq. A-nın yerinə 3m, B-nin yerinə 3n yazaq. Çox. 3m və 3n bərabərdir. 231. Burada 3'ü mörtəzə xaricinə çıxarsam 3 çox m ilə n qalar. Bərabərdir. 231. Buradan da əçobu tapsam, əçob m ilə n bərabərdir. 231'i 3'e bölsək, 7 dəfə 21, 77 edir. Deməli, uşaqlar, mən tapdım ki, əçob mn 77-dir. Mənə hansı ədədlərin əçobu 77 verər? 1 ilə 77, 77 verər. 7 ilə 77, 77 verər. 77 ilə 77, əçobu 77 verər. Düzdür, istənirəm mənə deyir, hansı sadə ədədlər ola bilər. Sadə ədədlər istəyirsə uşaqlar, onda mən elə ki, sadə ədəd götürməliyəm ki, hasili 77 versin. Onda 7 və 11 yaza bilərəm. Digərlər də olar, amma sadə deyil. Sadə istəyirsə 7 ilə 11 götürə bilərəm. Hasili 77 versin. Bura baxaq. Deməli, əçob 7m və 7n bərabərdir 70. N'i çıxarsam, əçob m və n bərabərdir 70. Buradan da əçob mn bərabərdir 10. Deməli, mən elə 2 ədəd götürməliyəm ki, əçobu 10 versin və sadə olsun. 2 ilə 5 götürə bilərəm də, düzdür. 1 ilə 10 da qoya bilərəm, amma məndən sadə istəyir. 3 ilə 4 artıq sərbəst yaza bilərsiniz. Çalışdığım qədər hər misaldan ikisini izah edirəm ki, uşaqlar. Artıq digərlərini özünüz rahatlıqla yaza bilərsiniz. Davam edək. Aha. Deməli 9. Əçob və əbobun hesablamaqla ifadənin qiymətini tapın. 2 ədədin əçobu ilə əbobun hasilin xassəsinə görə istəyir. Bizim belə bir xassəmiz var ki, əçob AB. Düsturumuz nədir? Əçob AB vur əbob AB bərabərdir. A vur B. Düzdür. Onda əçobu verib, əbobu verib hasilini. Onda A 32'dir, B 48'dir. Mən bu misalın cavabına yazaram. 32 vur 48. Yəni 32'ni 48'e vuraraq cavabı taparım. Gəlin vuraq. 6 96 4 144 6 3 5 1536. Digər misala baxaq. Əçobun əboba hasilini verib. Mən bunun cavabında nə yazacağım uşaqlar tez? 25'i vuracağım 45'e. Gəlin tez vuraq. 5 20 22 0 9 1125. Ne zaman əçobun əboba hasilini gördünüz, A-nı B-yə vurursunuz. Burada necə olacaq? 72'ni vuracağım cavabda 48'e. Digərində 20'ni 25'e vuracağım, 21'i 28'e vuracağım, 26'nı 39'a vuram. Devam edək. Ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu əsaslandırılaraq onların əçoblarını tapın. Gəlin baxaq. Deməli, necə əsaslandırıram? Ardıcıl ədədlərdə ardıcıllar qarşılıqlı sadədir. Əçobu hasilini 15 vur 16. 25 ilə 32 qarşılıqlı sadədir. Çünki ortaq böləni yoxdur. Əçobu 25 vur 32. 13 ilə 17 hər ikisi sadə ədəddir. Sadə ədədlər qarşılıqlı sadə olur. Əçobu 13 vur 17. 18 ilə 35 qarşılıqlı sadədir. Çünki heç bir ortaq böləni yoxdur. Əçobu 18 vur 35. Digərinə baxaq. 16 ilə 21 qarşılıqlı sadədir. Çünki heç bir ortaq böləni yoxdur. Yəni 1'dir ortaq böləni. Onda əçobu 16'nı 21'ə vurur. 40 ilə 41 ardıcıl ədədlərdir. Ardıcıl ədədlər
qarşılıqlı sayda olur. Əçobu 40 vur 41. 35 ilə 38 deməli hər ikisi mürəkkəb ədəddir, amma ortaq vurğu yoxdur. Birdən başqa heç bir ortaq böləni yoxdur. Vurğu yox, ortaq böləni yoxdur uşaqlar. Onda qarşılıqlı saydadır. Əçobu 35 vur 38. 15 ilə 17 ardıcıl təkdir, bunların hamısı qarşılıqlı saydadır. Bir qaldı 10 ilə deməli 4 misalımız qaldı. Bu 4 misalı artıq siz özünüz nəyə əsasən qarşılıqlı sayda olduğunu tapa bilərsiniz. Sonra 11-ə baxaq uşaqlar. Deməli, əçobu verib, əbubu verib, məndən A vur B hasilini istəyir. Düsturumuz nədir uşaqlar? Əbub AB vur. Əçob AB bərabərdir. A vur B deyil. Əbubu mənə verib 8. Əçobu mənə verib. Arada vurma var. 48 bərabər. Məndən A vur B-ni istəyir. Necə taparım uşaq? 8-i 48-ə vurub taparım da. 6-ya da 33-ün üstünə 6. Cavab 33-ün üstünə 6 384. Cavabım 384. Burada 15'i vurarak 225'e A vur B hasilini taparım. Çünkü əçobu verib, əbubu verib, A vur B necə taparım? Əçobu əbuba vurmaq. Bizə deyir ki, 13-cü sual məhsulun ən kiçik qiymətini tapın. Gəlin 12-ni bura qoyaq. 48 12'ye bölünür 4 dəfə düşür. Düzdür. Əbub da ən kiçik ədədə bərabər ola bilər. Əgər ədədin biri digərinə bölünürsə, əbub kiçik ədəd. Onda burada x-dən kiçik ədəd dura bilməz. Əçob 140-dır. Gətirib 140-ı yerinə qoysam. 140 20'ye bölünür. Bəli, əçob onda 140 olur. Digərinə baxıram. Əçob 392'dir. 7 verər. Bura 392 qoysam. 392 56'ya bölünür və əçob 392'ye bərabərdir. Əbub bura 28 qoysam 56 28'e bölünür də əbub kiçik ədədə bərabərdir. 5 ilə 6'nı artıq siz özünüz rahat yazın uşaqlar. Deməli, əbubu verib 13-cü tapşırıqdan A vur B hasilini verib əçobu istəyir. Tez düsturumu yazıram. Yəni, əçob əbubu və hasili gördünüz. O dəqiqə gedirsiniz düstura. Əçob AB, əbub AB, A vur B. Uşaqlar, əbubu verib mənə. Neçə verib əbub AB? 18. A vur B hasilini verib 1944. Məndən əçobu istəyir, bilmirəm x. Deməli, x vur 18 bərabərdir 1944. 1944'ü mən 12'ye 18'e bölüb taparam da bir dəfə 18 14'ün içində yoxdur. 144'ün içində də 8 dəfə olur. Cavabımız 108. Burada da əçobu verib, A vur B hasilini verib, əbubu istəyib. Eyni yol 7200'ü bölək 720'ye cavabımız eləyər. Əbub 36 48 12 olarsa, əçob 36 48'i tapın. Hər ikisinin bölündüyü ən kiçik ədədi verib. Əbubu istəyir. Bir dəqiqə gəlin tapaq. B2 yolla tapa bilərsiniz. Ya elə 36'dan 48 vurğuları ayırıb əçobu tapa bilərsən. Ya da yenə düstura get. Əçob vur əbub bərabər deyil A vur B uşaqlar. Əçobu bilmirəm. Eyni ədəd olduğu üçün yazıram. Əbubu mənə verib 12. A olsun 36. B də olsun 48. X'i 12'ye vurub bərabərdir. 36 vur 48. Buradan da x'i tapsam. 36'nı vuraram 48'e bölərəm 12. Bu da ixtisar gedər. 4. 36'nı da 4'e vursam 144.
Yen deyirəm. Ya düsturla işlə. Ya da elə əçobu 36-8 vurğularına dair tapa bilərsiniz. Eyni cavab olacaq. İkincisi də eyni şeydir. 15. A ədədi B-nin bölünənidir. Yəni A B-yə bölünür. Bölənnidir desəydi B A-ya bölünür. A-nı mən B-yə bölə bilirəmsə, əbob B-dir. Əçob böyük ədəddir. A. Əbob üçüncüyə baxaq. Əgər A B-yə bölünürsə, əbob B, əçob A, B plus A. Əçob B, əbob A, B çıx A. Sadəcə şərtə diqqət edəsiniz bəs. A B-yə bölünür. Düzdür? Əbob B, əçob A, B vur A. Əçob A, əbob B, A böyük B. Gəlin 16-cı suala baxaq. Biraz balacalaşdırım. 16-da nə deyir uşaqlar? Deməliyim. Əbob. Əbobu verib, əçobu verib. Məndən A istəyir. Düstur. 462 A vur əçob. 462 A bərabərdir. 462 vur A. Düzdür. Əçob A B vur əbob A B bərabər deyil A vur B. Belə yazılmalıdır. Əbobu verib mənə. 66 vur. Əçobu verib mənə. 924 bərabərdir. A-nı istəyir, B-ni bilirəm də. 462 vur A. Buradan da A-yı tapsan uşaqlar. Kəsr xətti ilə yazın, ixtisar elə. Bunu 2-yə vursam, ixtisar gedir elə, qalar 2, 66-nı 2-yə vursam, 132. Bir də 927-nin 4-ü 66-ı 6-ata vurub, sonra çubuqlu 462-yə bölmə. Bu tipli misallarda həmişə ixtisar eləyin uşaqlar. Burada da 16-da 18-i vuracağım 720-yə. Bərabər 144 vur M. M-i tapsan. 18 vur 720 böl 144. 18-i 8-ə vursam 144 eləyirdi. 720-yi də 8-ə bölsəm 90. İxtisarla işlə. 17. Baxaq. Əçob 2x 7x. Mən buradan əçobu çıxarım. X-i çıxarsam. X vur. Əçob. 2 və 7 qalır. Bərabərdir. Əçob 32 və 112. 32 ilə 112-nin tez əçobunu tapaq. 32 2-yə 16, 2-yə 8, 2-yə 4, 2-yə 2, 2-yə 1. 112, 2-yə 56, 2-yə 28, 2-yə 14, 7-yə 2, 2-yə 1. Ortaqlar 2, 2, 2, 2. 112-ni vursaq 2-yə eləyər 224. Buradan da x vur. 2 ilə 7 qarşılıqlı sayda olduğu üçün əçobu hasilə, yəni 14. Bərabərdir 224. X də bərabərdir. 224-ü bölsəm 14-ə bir dəfə 14. 84 də 7 dəfə. Deməli, x-im olur uşaqlar 17. Bir də əsada baxaq. X-lər ortaqdır. X vur, əçob, 3-lə 5 bərabərdir. Tez 42-lə 70-in əçobunu tapaq. Gəlin eynən eləyək uşaqlar. Hər ikisi 7-yə bölünür. 6, 10, 2-yə bölünür. 3, 5, 3, 3-ə 1, 5, 5-ə 1. 5-i 2-yə vuraram 10, 7-ni 3-ə vuraram 21, 21-i də ona vursam 210. Əçobum oldu 200. X vur, 3-lə 5 qarşılıqlı sayda olduğu üçün və ya ardıcıl tək olduğu üçün əçobu hasili bərabərdir 210.
Buradan da x'i tapsam 210'u bölərəm 15. Bir dəfə 15 64. X'im oldu 14. 17'nin bütün digər tapşırıqlarım hamısı eynidir. Yazabilirsiniz. Sonra 18 Əçob AB-nin Əbub AB-yə nisbətini verib. Nəyə bərabərdir uşaqlar bu? C. Bunun da ən rahat yolu eyni anda vurğulara ayırmaqdır. 32 ilə 48 2-yə bölünür. 16, 24 2-yə bölünür. 8, 12 2-yə bölünür. 4, 3. Ortaq yoxdur. 3, 3-ə 1. 4, 2'ye 2, 2'ye 1. Dedik ki bu üçü bize ne verir uşaqlar? Üçünün hasili Əbub. Digər üçünün hasili verir C. Yani 3 vur 2 vur 2. 3'ü 2'ye 6, 6'nı 2'ye 10, 2. Ortaq olmayan sadə vurğularının hasili oldu 12. Birinci tapma yolu. İkinci ayrı ayırıram. 32 2'ye 16 2'ye 8 2'ye 4 2'ye 2 2'ye 1. 2'ye 24 3'e 8 2'ye 4 2'ye 2 2'ye 1. Ortaklara 1 2 3 4. Ortaq vurğun hasili 6. Bayaq uşaqlar nədəsə səhv eləmişik. 48 şey 24 24. Hətta 3'ə 8 2'ye 4 2 düz yazdıq burada. 2 ortaq olmayan hansıdır? 3 vur 2 bərabərdir 6. Bir dəqiqə uşaqlar, bir də qaydaq 32 ilə 48'i eyni anda vurğularına ayıraq görək nəyi səhv eləmişik ki. 30 hər ikisi 2'ye bölünür. 16, 24 her ikisi 2'ye bölünür. 8, 12 her ikisi 2'ye bölünür. 4, 6 her ikisi 2'ye bölünür. 2, 3 və nəyi səhv yazmışıq uşaqlar? 2'ni 2'ye bölürəm 1, 3'ü 3'e bölürəm 1. Ortaq olmayandan burada da hasili neçə oldu? 6. Çünki səhv olma ehtimalı yoxdur. Gəlin 81 ilə 72'ye baxaq. 81'i 3'e bölürəm 27, 3'e bölürəm 9, 3'e bölürəm 3, 3'e bölürəm 1. 70'i 3'e bölürəm 24, 3'e bölürəm 8, 2'ye bölürəm 2, 2'ye bölürəm 1. Ortaqlar 3, 3, başqası yoxdur. Ortaq olmayanlar hansıdır? Burada 9, burada 4. Hasili 36. Sonra burada uşaqlar fikir verin. Əbubun Əçoba hasilidir. Artıq siz burada yaza bilmərsiniz ha. Ancaq Əçobun Əbuba hasilini yaza bilərdik. Gəlin onda 3-cü tapşırığa baxaq. 25 ilə 35'in birinci Əbubunu tapaq, sonra Əçob. 5'e bölünür. 5 və 7. Başqa ortaq yoxdur. 5'i 5'e 1, 7'ni 7'ye 1. Uşaqlar, bunun Əbubu oldu 5. Əçobu oldu 5 vur 5 vur 7. 5'lər ixtisar edər, cavab olur 35'də 1. Yenə də deyirəm, burada C yaza bilmərsiniz uşaqlar. Əbubun Əçoba nisbəti C vermir. Adi hesablama aparmaz. Burada A vur B'nin Əbuba hasili sizə verir. Əçob 64 ilə 48. Yəni bir də 64 ilə 48'in Əbubunu tapın. Sonra bölüm eləmirsiniz. A vur B'nin Əbuba nisbəti Əçobu verir. Əçobu tapırsınız. Burada Əçob 36-48 tapılır. Burada Əçob 32-40 tapılır. Burada baxın uşaqlar. Burada 36 ilə 45'in bölündüyü ən böyük ədəd 9 olur. Əbub 9. Əçob da hasili 9 vur 5. 9'lar ixtisar edər. Cavab olar 5'də
1. Yəni bu misalda xüsusi bir düstur yoxdur. Rəqəmlər A-lar, B-lər fərqlidir. 1. Əbobun əcəba nisbətidir. 2. Sadə hesablama aparmalıyıq. 8-i sərbəst yaza bilərsiniz uşaq.